bizim xanım, Zümrüd xanım, uzaqlarda yaşayan ekstrasens xanım bu dəfə də mənə maraqlı açıqlamalar verdi. Mənsurə Musayeva Azərbaycandan getmək istəyir. Yəni ürəyində bir neçə dəfə bunu arzulayıb ki, xaricdə yaşasın, orada biznes qursun. Təbii ki, bunu mənə bizim uzaqlarda yaşayan, belə deyərdim, elə Moskvada yaşayan Zümrüd xanım, Züma dedi. Dedi ki, Mənsurə xanım biznes qurmaq istəyir və xaricə köçmək arzusundadır. Elə arada dedim ki, Mənsurə xanım həm də ailə qurmaq istəyir. Dedi, yox, ailə qurmaqla bağlı fikirləşməsin. Ailəlik görünmür də, yəni yaxın zamanda onun ailə qurması, hansısa bir özünə bir həyat yoldaşı seçməsi gözlənilmir. Amma xaricə köçməsi, iş qurması istəsə bu alınacaq. Yəni məhz Mənsurə xanım üçün dedi. Mənsurə xanım, məndən tövsiyə Sara Səfra Bahadurdan elə Azərbaycanda yaşayın, biznesinizi də burada qurun. Sizinki toy biznesiniz var. Zümadan, ekstrasens Zümadan Mənsurə Musayeva ilə bağlı açıqlama gəldi.